Bizim bugünkü izahımız olacaqdı 2018-ci ildə DİM-in keçirdiyi 3-cü sınağın izahı. Vaxt itirmədən başlayaq birinci sualdan. Deyir 0,2 molunda 0,6,4 mol qram oksigen olan spirt üçün hansı ifadələr doğrudur? Əgər 0,2-də 6,4-dürsə, bəs 1 molunda nə qədərdir? Onu tapaq. Buradan x-a çıxır nə qədər? 32. Deməli, burada 2 dənə karbon varsa, oksigen varsa, deməli bu CnH2 plus 2 O2 imiş. Yəni 2 atomlu spirt imiş. Deyir 1 molu natriumla artıqlaması ilə götürüldükdə 2 qram, yəni 1 mol hidrogen çıxardır. 2 atomlu spirtlər də atomun sayının yarısı qədər oksigen çıxır mol sayda. Deməli 2 atomludursa 2-yə böləndə 1 mol eləyir. 1 eləyir və 1 mol hidrogen çıxır. Bu doğrudur. 1 atomlu spirtdir. Xeyr, 2 atomlu spirtdir. Bəli, burada cavab 1, 3, B variantı olacaq. Sonra 27. 27 nömrəli sual test toplusunda istilik effektinə aid hesablamalar bölməsində 11 nömrəli sualdır. Hansı ki, bu imtahana da düşür. Təkrar. Burada deyir ki, bu birləşmənin əmələ gəlmə istiliyi. Bu birləşmənin kütləsi 4x üstə gələk 6 vuraq 16-dır. Buradan 392 kilojol enerji ayrılır. Və bizə deyir ki, 44 qramının əmələ gəlməsində 78,4 kilojol istiliyi ayrılır. Buradan biz x-i hesablayırıq. X-a çıxır 31. Deməli, x elementinin kütləsi 31-dir. Bizə deyir 16 neytronu var. O zaman 15 dənə də protonu olmuş olacaq. Cavab Y. Sonra gələk buradan ikinciyə deyir. Kalsium xloriki duzunun suda məhlulunu elektroz eləyəndə kalsiumun yerinə çıxmalıdır hidrogen. Yerdə qaldı kalsium hidroksid olacaqdır. Y-imiz də hər nədirsə su ilə reaksiya girəndə sudan hidrogen çıxırsa, deməli 28-də cavab olacaq nə? Kalsium hidrit ola bilər. Bir də hidrogen çıxan 2 mol hidrogen verirsə B variantı. 29. Hansı maddələr həll olan şüşə adlanır? Həll olan şüşə natrium silikat, kalium silikatdır. Ona görə 1, 4 B variantı. 30. Deyir atomun elektron təbəqəsi 4-dür, valent elektronların sayı 1-dir. Onda 4s 1 imiş. Deməli 4-cü dövr 1-ci qrupdur. Elektron olan orbitalların sayını istəyir. S-də 2-dir. Sonra 8-dir. 19 verməlidir. O zaman 4s1, buraya bir 8. Deməli, burada bir orbital var S-ə görə. Burada 3 dənə P-nin, bir dənə S-in. Cəmi 4 orbital var. Burada da 4 orbital var. Burada da 1 orbital var. Toplayanda 10 dənə orbitalda elektron var. Sonra gələk 31-ə. Bu testlərdə imtahana çox düşür. Sxem üzrə 1-2 mərhələsində reaksiyanın çıxımı 50, 3-cü mərhələ isə 100-dür. Vermiş sxemə əsasən 196 qram H2SO4 almaq üçün neçə mol ferrum S2 pirit götürməlidir? 192 qram 2 moldur. Deməli, mərhələləri təkbətək yazsam, ferrum S2-dən alınır 2 mol SO2 əmsallara görə. Bu birinci mərhələ. Sonra ikinci mərhələ var. Burada da SO2-dən SO3 alınır. Bu mərhələlər burada dursun. Mən SO3-dən H2SO4 alıramsa, özdə 2 mol. 100%-lə dediyinə görə 2 moldan 2 mol alıramsa, deməli 2 mol SO3 olub əvvəlcədən. 2 mol SO3 götürülsə, 2 mol SO3 alınıbsa, mənə deyir 50% çıxımla alınıb. Deməli, bu özü 4 imiş ki, 50% çıxımla bu 2 alınıb. Sonra 50%-ə gələni bu 4 imiş ki, 50%-lə 4 alınıbsa, normalda 1-dən 2 alınmalıdır. Elə deyilmi? 50%-lə 4 alınıbsa, deməli, bu 8 imiş. Onda bu da 4 mol götürülür və 31-də cavab olacaq B variantı. Sonra 32. Hansı reaksiya sxemində alüminium sulfat alınır? Alüminium sulfatın alına bilməsi üçün reaksiyanın gedə bilməsi lazımdır. Elə 32-də cavab eləyəcək nə? Alüminium sulfat alınsın deyir. Baxın, birinci reaksiya axıra qədər getmir. İkinci reaksiya da axıra qədər getmir. Çünki çöküntü yoxdur. Alüminium natriumu çıxartmır deyə D variantı da getmir.
32 sulfit alınır deyir. Sulfit alınır deyildiyinə görə A variantını da çıxıram. Çünki buradan sulfat alınır. Y variantı sulfit. Şəkilçiyə diqqət edək. Alüminium 2SO3 3 bu olmalıdır. 33 deyir. Alkendi molekulunda rabitənin yaranmasında iştirak edən elektronların sayı 30-dur. Deməli 15 dənə rabitə var. Alkenin formulu CN H2N'dir. Bunda rabitələrin sayı 3n qədərdir. 3n bərabərdir 15-dirsə, n də bərabərdir 5 çıxır. Sis trans izomeri olan bu alkeni istəyirsə 5-dir. Pentendir. Penten 1-də yoxdur. Penten neçədə var? 2-də var. Sonra hansı birləşmələr suda pis həll olur? Bax, bu yuyucu vasitədir, yaxşı həll olur. Bu çöküntüdür, həll olmur. Bu həll olur, sabundur. Bu da çöküntüdür. Ona görə 2 və 4 D variantı. Sonra gələk 35-dir. Parçalanmasından alınan bəsit maddələrin sayı. Bir bəsit, bir mürəkkəb, 2 mürəkkəb daha doğrusu. Deməli, biz nitratlar parçalananda, məsələn, nitrit alırıq, plus oksigen alırıq, aktiv metalları. Bir bəsit, bir mürəkkəb. Ona görə sinkin altında aktiv metallar olmalıdır. Ya C-dir, ya da Y-dir. 2 mürəkkəb, bir bəsit və yaxud da bir mürəkkəb, 2 bəsit, NO2, O2 plus metal alınan var. 2 bəsit, bir mürəkkəb. 2 bəsit, bir mürəkkəb olanlar isə əsasən metalın özü çıxanlar pasif metallar olmalıdır. Deməli, Y-in altında pasif metal olanlara baxasıq. İkisi də pasifdir. Bunun altında aktiv metal olduğuna görə yanlış olacaq. Cavab olacaq 35-də Y variantı. 36-ya baxaq. 36 nömrəli sualda test toplusunda sürət bölməsinə aid bir sualdır. Deyir, qrafika əsasən 30 saniyə ərzində reaksiyanın oksigenə görə orta sürətini və yaxud da sürətini hesablayın. V bərabərdir sürət hesablayanda sərf olunan 4-dən 1-ə gəlib, 3-ü sərf olub, 30 saniyədə gedib. O da deməli olur 0,1 Y variantı 36-da. Sonra gələk 37-yə deyir, sxemdə X maddəsi üçün nə doğrudur? Benzolun nitrat turşusundan reaksiyasına nitrobenzol alınır. Nitrobenzolun hidrogenlə reaksiyasına, yəni bu maddədir də. Anilin alınır, düzdür. Molekulunda deyir 14 atom var. Bunun formulunu yığcam yazsam C6H5 NO2 6, 11 burada, 13 də gələndə 14 dənə atom var. Bu birinci 37-də doğrudur. Karbon atomları sp hibriddir. Xeyr. Aminlərə aiddir. Aminlərə deyil, nitro birləşmələrə aiddir. X karbon atomları sp2-dir. Bəli. Molekulunda karbon-karbon rabitələrin sayı 6-dır. Bəli, 1, 2, 3, 4, 5, 6. Ona görə bu da doğrudur. Cavab A. Deyir, eyni kütlədə götürülmüş dəm qazı və oksigen. Dəm qazı ilə oksigeni reaksiya aparsam, buradan karbon qazı və alaram bunu. Bərabər kütlə dedikdə həmişə böyüyün kütləsində götürmək lazımdır. Hər ikisini 58 götürsəm, yəni 28, 56 daha doğrusu, 56 götürsəm, burada oksigen 56 çıx 32 artıq qalacaq axı. Çünki 32-si lazımdır mənə burada. Nə qədər artıq qalır? 24-ü artıq qalır. Amma burada 12-si artıq qalır. Buna əsasən deyir, hansı ifadələr doğrudur. Əgər mən bunları, necə deyirlər, 2 dəfə azalmış vəziyyətdə götürsəm, yəni 28 götürsəm, bu da 22 alınsa, daha doğrusu 44 alınsa, 1 mola görə geçsək. Deyir, artıq qalan dəm qazıdır. Artıq qalan dəm qazı olmur. 1 mol CO2 əmələ gəlir. Düzdür, oksigen başlanğıc kütləsi 28-dir. Bəli, bizdən doğruları istədiyinə görə 2, 3, A variantı olar. Kibritin alışması zamanı reaksiyanı göstərin. Deməli, fosforun kalium xloratla reaksiyasından P2 xlor 5, daha doğrusu P2O5, bir də kalium xlorid oldu C variantı. Sonra 40-a baxaq. 40-da deyir ki, hansı ifadələr treftal turşusu üçün doğrudur? Treftal turşusu benzol halqasına belə birləşmiş COH qruplarıdır, 2 dənə. Və burada deyir, aromatik turşudur, düzdür. Benzolun homologudur, xeyr. Peksolun oksidaşmasından alır, düzdür. Düzləri istədiyinə görə olur B variantı. Sonra bizə qatı sulfat turşusundan reaksiyaya girəndə
SO2 bir də su verən maddəni istəyir. Bu da kükürdün özüdür. Hansı maddələr eyni zamanda bir məhlulda mövcud ola bilər? Mövcud ola bilirsə bunlar reaksiyaya girmir. Məsələn, burada xlorla plumbum var, reaksiya girəcək. Burada kalsiyumla CO3 var, olmaz. Burada gümüşlə PO4 var, olmaz. Burada bariumla sulfat var, olmaz. Qaldı cavab D variantı 42-də. Sonra 43 deyir, kalium xloratın xlorid türküsü ilə reaksiyasından bu qədər qaz ayrılır. Kalium xloratın reaksiyaya daxil olan kütləsini hesablayın. Kalium xloroid Bertollet duzunun hidrogen xlorid ilə reaksiyasından kalium xlorid plus xlor plus su əmələ gəlir. Burada indi mən əmsallaşdırdım vaxt getməməsi üçün. Deməli, biz görürük ki, burada kalium xloratın 122,5 qramından 3,22,4 litr qaz ayrılır. Bəs neçə qramından 13,44 qram alınır. Burada həll etdikdə cavab olacaq C variantı. Keçək 44-də. Deyir, hansı maddələr adi şəraitdə bromlu suyu rəngsizləşdirmir? Propan olan, bir də benzol olan 1,3 A variantı 44-də. 45-də deyir ki, qabların birinə natrium hidroksid, birinə duru sulfat, birinə isə duru nitrat qoyulur. Hər üç qaba sink əlavə etdikdə ikinci və üçüncü qablarda hidrogen ayrılır. İkinci və üçüncü qablarda. Deməli, birinci qaba nə əlavə edilir? Natrium hidroksid. Yox, qablardan birinə natrium hidroksid. Hidrogen qazı nitrat turşusu verməyəcəyinə görə, ona görə birinci qabda nitrat turşusu var imiş. Çünki ikinci və üçüncü qabda deyil. Birinci və üçüncü qablarda məhlulları qızdırmadan qarışmasından duz əmələ gəlir. Deməli, onda neçə ilə, 1 ilə 3-ün, deməli 3-də də qələvi var imiş. Onda burada da H2SO4 var imiş və 45-də cavabımız eləyəcək A variantı. Gələk 46-ya. 46 da qəbul imtahanına düşən suallardandır. Benzolundur. Nitrat turşusu ilə reaksiyasından nitrobenzol alınacaq. Ona görə bu 3 variantdan biridir. Xlorla reaksiyasından xlorbenzol alınacaqdır. Buradan da etil benzol alınacaq və 46-da cavab eləyəcək Y. Gələk 47-yə. Bizə deyir, XY maddələrini müəyyən edin. Heksan alınırsa, deməli, X olacaqdır C3H7 radikalı. Y-dən butan alınırsa, Y-dən, deməli, Y olacaqdır C2H5 radikalı. Bunlar bir-birinə birləşəndə normal pentandır. C5H12-dir. İfadələr seç, mayedir, bəli. Molekulunda 16 hibrid orbital var, xeyir. Qazdır, xeyir. Molekulunda 14 karbon hidrogen var, xeyir. Molekulunda cəmi 16 sigma var. İndeks topla çıx 1-lə getsə 17, birini də çıxanda 16, bu da doğrudur. 1, 2 və 6 doğrudur. Sonra deyir, enant lifinin makromolekulunda 3500 karbon atomu var. Polimerləşmə dərəcəsini hesab. Enant lifinin formulu biz bilməliyik 7 amin heptan turşusundan alınır. Baxın, şəkili bu şəkildədir. Buradan CH2-dən 6 dənə olmalıdır. Bir də karbon atomları 6 bu vəziyyətdədir enant lifimiz. Bizə deyir ki, 3500 dənə karbon atomu var. 6 dənəsi burada, bir dənəsi burada. O zaman 7-yə bölərəm, görüm neçə dənə monomer halqa var. 500 halqa var. Deməli, elə 500 halqa bunun polimerləşmə dərəcəsidir. 500 cavab. 1 mol spirtin 7 mol suda həll edilməsinə 37 faizli məhlul alınırsa, 7 mol suyun kütləsi neçə faiz götürəcəyik biz bunu? 1 mol spirtin kütləsinə 1x deyib 37% götürsəm, sonra 100-dən 37 çıxım ki, görüm suyun payına nə qədər qalır. Buradan çıxır 63%. Heç nə, bu qədər sadə. Test toplumumuzda da məktəb 23-cü ilin toplusunda da var. Buradan da x-ə çıxır 74%. Gələk 50-yə. Deyir, hidrogen müsbət 1-dən 0-a keçir. Hidrogen müsbət 1-dən 0-a keçən hallar hidrogen bəsit şəkildə alındığı hallardır. Bu B variantına uyğun gələsidir. Bir də Y variantına uyğun gələsidir. Çünki buradan da hidrogen və dəm qazı alınır. Ona görə Y. Hidrogenin 0-dan -1-ə getdiyi hallarda metallarla və silisyumla birləşdiyi haldır. O da bura gedəcəksə, -1-dən müsbət 1-ə getdiyi hal isə
A variantıdır. Silanda -1-dir. Hidrogen müsbət 1-ə suya gələcək. Ona görə də A. Bu da oldu bizim 2018-ci il növbəti sonuncu 3-cü sınağımız. 4-cü sınaqda əgər əldə etsəm paylaşacağım.